Uşaqlıq bir aləmdir, gənclik bir aləm, qocalıq da başqa bir aləmdir. Mən 1932-ci il may ayında Malbinəsi kəndində əslində ən məşhur yer olan Zərgər təpəsinin ətəyindən adam olmuşam. 40'lı ola məni Kəlbəcər yaylağına aparıblar. Mənim elə bəlkə də indiyənə qədər belə yaşamağıma səbəb Kəlbəcər yaylaqları olub. Kaş bir də ora döneydi. Atam çoban işləyir. Çox geniş dünya görüşünə malikdir. Anam dindardır. Çünki anam dindar ailədə böyümüşdü, dindardır. Mənim ana babalarıma Molla İsmail uşağı deyiblər. Molla İsmailin 7 maral gələn uşağı. Anam həmi dini nöqteyi nəzərdən, həm də müəyyən hadisələrə yanaşmaq nöqteyi nəzərdən çox geniş dünya görüşünə malikdir. Atam demək olar ki, bütün aşıq dəstanlarını, Aşıq Qurbanidən tutmuş, Xəstə Qasımdan tutmuş, yönü bəri Aşıq Ələsgərə qədər bütün şeirlərini sinə dəftər bilirdi. Anam isə hətta Füzulinin Leyli Məcnun əzbərdən bilirdi. Hər ikisi məktəb üzü görməmişdilər. Amma indi müqayisə eləyəndə elə indiki ali təhsilli adamlara bərabərdir. Oxumağa çox ciddi meyil göstərdilər. Çünki mənim ata tərəfimdə də, ana tərəfimdə də təhsilli adamlar oldu. Elə bizim Malbinəsi məktəbində dərsizə müdir işləmiş, Respublikanın əməkdar müəllimi olmuş, müharibədə həlak olmuş dayım, Xəlil dayım, bütün hamımızın oxumağına təkan vermişdi. Atam təhsilə, sənətə, xüsusilə təhsilə çox ciddi fikir verir. Bazara gedirdim, mermeyvə əvəzinə və yaxud da konfet əvəzinə, peçeniya əvəzinə şəkilli kitablar alıb gətirirdim. Bəzən deyirdilər ki, neyləsən bu kitabı? Deyirdi, aparacam uşaq şəklinə baxsın. Deməli, istər-istəməz valideynin mənim üzərimdə çox böyük təsir olub. Biz cəmi vurtut az uşaq olmuşuq. Elə çox uşaq olmamışıq. Məndən qabaq 5-6 qardaşım olub ölüb. Sonra mən qalmışam, məndən sonra da 2 bacım olub. Hazırda bacımın biri yaşayır. O birisi vəfat edib. Mən dünyanın ən xoşbaxt adamı özümü hesab edirəm ki, mənim atam da, anam da qollarımın üstündə can veribdir.
40-cı ildə 1-ci sinifə girmişəm. 41-ci ildə dağa gedəndə eşitdik ki, müharibə başlayır, dava başlayır. Davanın uşaq aləmidir, elə başa düşürdük ki, sapan daşına, sapanda daş qoyub atmaqdır. Elə başa düşürdük ki, uşaqlar uşaqlarla güləşmək. Sonra başa düşdük ki, müharibə çox ağırmış. Hamını apardılar müharibəyə, balaca uşaqlar və qocalar qaldı. Bugün geçsin gəlməsin. Çok ağırdı. Mesela öyle dururdun ki, Fərzdəki Yevlağa o zaman gəlib qayıdan vaxtlarımız olurdu. Elə yol kənarı, hər kolun dibində bir meyit ağacdı, səfalət, çox pis vəziyyət. Müharibə qutardı, təhsildən yayınanlar da təhsilə qayıtdı, müəllimlərimizdən sağ qalanlar da qayıtdı və beləliklə Malbinəsi məktəbi Yevlax, Goranboy, Tərtər və Bərdə rayonunun mərkəzi bir məktəbi kimi sayılır. O zaman Yevlaxda 2 orta məktəb vardı. Biri Yevlax şəhər məktəbi, yəni indiki 1 nömrəli məktəb, bir də Malbinəsi məktəbi. Deməli, bunlar hər ikisi Yevlax üçün çox yüksək səviyyəli kadrlar hazırlayırdılar. Yəni, bizim müəllimimizin bəzi nikillik təhsil olmasına baxmayaraq, çox yüksək səviyyədə dərs keçirdilər. Bizim məktəbimizdə bircə kimya kitabı vardı. Məktəb üzərə təkcə məndə riyaziyyat kitabları, fizika kitabı vardı. O da ondan irəli gəlirdi ki, məndən daim oğlu, xalam qızı, onlar 1941-ci ildə orta məktəbi qutardıqlarına görə Malbinəsində 1-ci buraxılış 41-də olub. İndi təsadüfən gətirirlər, çıxardırlar 50-ci ilə, amma 41-ci ildə olub. O zaman onların kitabı qalmışdı, o kitablardan istifadə edirdik. Müəllimlərimiz çox ciddi nəzarət qoyurdular bizim oxumağımıza. Düzdür, o zaman 7'lik lampa idi, heç 10'luq lampa da yox idi. Bəzən neftdə tapırdıq. Onunla müharibədən sonra çox möhkəm aclıq başladı. Uşaqların çox işlədirdilər. Hamımız işləyirdik, gecə-gündüz işləyirdik. Amma mənim bir işim ondan ibarət ki, çox xoşbaxlıq ondan ibarət ki, atam fermada çoban olduğuna görə hər il mən yaylağa gedirdim. Bu yaylaq da indi də bütün Kəlbəcər yaylaqların elə bilinən ki, ayağımın altındadır, hər şey gözümün qabağındadır. Bu uşaqlıqdır, gənclikdir, unutmaq olmur. Məsələn, belədir də, keçmişi yadına salanda insan, baxmır öz yanına, baxmır heç kəsə, keçsə xəyalından hər olub olan, bəzən nəşə verir, bəzən də qüssə. Ətrafın gedir, seyrəkləşir. Məsələn, biz orta məktəbi qutaranda 17 nəfər idik, indi 4 nəfər qalmışıq. 6 müəllimimizin vinetkası vardı orada, vinetkada şəkili vardı. Demək olar ki, bir 12 müəllim bizə dərs deyirdi, tək onlardan bir nəfər yaşayır, Çingiz müəllim yaşayır. Çingiz müəllim. Bəli, hoş gördük. Hoş gör ya Çingiz. Hoş gelmişsən, hoş gelmişsən, səfa gitmişsən. Onsuz da mən ömür söpüşürəm. Doğru. 5-ci sinifdən 10-cu sinifə qədər rəhbərim olub. Bədii kitab oxumağı bana Çingiz müəllim öyrədir. Yazı pozunu da Çingiz müəllim öyrədir. Divar qəzeti buraxırdım, tənqidi məqalələr verirdim, şeirlər yazırdım. Çingiz müəllim məni müdafiə edirdi. Bu çox böyük işdir. Ümumiyyətlə Çingiz müəllimin
zəhməti mənim üzərimdə çox olub. Böyük qardaş kimi həmişə qayğı göstərir mənə. Vəzifəm o. Bu da Çingiz müəllimin adaşıdır. Mən orta məktəbi qurtardım. Atamgil dağa gedirdim, yaylağa gedirdi. Atamın birinci sözü bundan ibarət oldu ki, birdən bir il, 2 illik məktəbə gedərsən. Ali məktəbə ged. Ali təhsil al. Çünki bizim nəsildə hətta biraz yaxşı çıxmır deyəcəm. İstanbulda təhsil alanlar olublar. Yəni ruhani təhsil alanlar olurlar. Çox geniş dünya görüşünə malik olublar. Məsələn, atam elə məsələlərdən danışırdı ki, mən hiss edirdim ki, bu təhsilli adamlar danışırdı. Məsələn, sual verərdi o. Gördüm bəzi hallarda danışır. Deyirdi ki, mən atamın qızıyam. Atam mənim oğlumdur. Heç kim bunun üzərində fikirləşirlər, belə şey olmaz. Sonra mən Ermitacda olarkən, orada çılpaq halda bir qadın, bir qoca nurani kişini əmizdirir. Yəni bunun atası dustaq olur. Həftə deməli, gündə bir dəfə qızı onun yanına çılpaqlandırıb buraxırmışlar. O da gedib atasını əmizdirirmiş. Deməli, atasını bu bəladan xilas edir. Yəni atamın belə çox geniş dünya görüşü vardı. Fironlar haqqında danışardı. Kəlbəcərdə olan o qayalardan, daşlardan təsvir eləyərdi. Yəni o qədər geniş dünya görüşünə malik idi ki, adam indi də öz-özünə fikirləşir ki, bəlkə də heç mən indi o səviyyəyə çatmamışam. Yəni o dərəcədə. Anam da onun kimi. Anam Seyyid Əzim Şirvaninin, Sabiri, Molla Nəsrəddində dərc olunan məqalələrin hamısını əzbərdən danışar. Anam çox adama sonralar məlum olan Yunus Əmrəldən danışardı. Anam Mövlanə babadan danışardı. Anam çox yüksək səviyyədə deməli hər şeyə, dini, adət, ənənələri çox dərin bilirdi. Mən elə demək olar ki, bir nevi dindar ailədə böyümüşəm. Amma açığın deyim ki, uzun müddət elmi ateizmi bölməsinə rəhbərlik eləmişəm. Əslində bunun adı elmi ateizmi idi. Mən ancaq elmi məsələlərə xidmət eləmişəm. Orta məktəbi qurtardım. Ali təhsil almaq üçün Bakıya getdik. Getməli oldum. Bir məsələni də deyim ki, Bakıya getmək üçün də pul yox idi. Anam hardansa tapdı, verdi, getdim. Qəbul olundum. Qəbul olundum, qayıtdım. Komsomol komitəsində mənə dedilər ki,
mən Məktəb Komsomol Komitəsinin katibi işləmişdim deyə məni tanıyırlar. Komsomol Komitəsində mənə dedilər ki, gəl təlimatçı işlə. Ağlıma batdı, ali məktəbə getməkdən imtina elədim. Bir şeyi də bəhanə elədim ki, pulumuz yoxdur. Anam dedi ki, yox, getməlisən. Nəysə, anam gəldi, mənə çox möhkəm psixi təsir göstərdi ki, kənddə danışırlar ki, qiyas yalan deyir. Ömründə o ali məktəbə girə bilməz. O hara, ali məktəb hara, onun neylə dünya görüşü nəzirdir ki, ali məktəbə geçsin. Mən lisləndim, dedim, gedirəm. Mən ali məktəbə gedirəm. Getdik bir, evdən də bir palaz götürdük, gətirdik, bir adama girov verdik. O satdı, bana bir 50-60 manat pul düzəltdilər. Getdim Bakıya və Bakıda təhsilimi davam elətdirdim. Qiyas müəllim həm müəllimim olub, həm də rəhbərimizdir. Oxuduğum məktəbin, bir saylı məktəbin direktoru. Yəni biz orta məktəbdə oxuyanda həmişə onun tələbkarlığından, onun uşaqlara qarşı ciddi münasibətindən çəkinərdik. Yəni bugün o xarakter, bayaq özünüz qulaq assınız Qiyas müəllim danışığına, o insanın danışığı onun elə xarakterini açır. Onun daxil aləmini hardasa göstərir. Yəni, təkcə o məktəb rəhbəri olduğuna görə bugün mən belə qənaətə gəlirəm ki, təkcə o məktəb rəhbəri olduğuna görə o ciddilik, o tələbkarlıq ona görə deyildi. Yəni, bütün rəhbərlərdə olmur ki, bu xarakter. Yəni, onun o xarakteri, onun o işgüzarlığı, onun tələbi, onun məsuliyyəti, yəni onun elə daxil aləminin o xasiyyətidir. İnsanın da xarakteri təbii ki, dəyişmir. Yəni, bu yaşda da o elə bizim rəhbərimiz olanda, yəni məsələn, mən 1-ci sinifdən 11-ci sinifə kimi oxuduğum müddətdə Qiyas müəllim rəhbərimiz olubdu. Yəni o dövrdə o cavan idi də. Yəni bugün də həmin məsuliyyət, bugün də həmin tələb, elmə tələb, yəni işinə məsuliyyət. Yəni o elə bir insandır ki, yəni ondan çox şey öyrənməyinə dəyər. Bir nömrəli məktəbdə çox yüksək səviyyəli müəllimlər işləyirdi. Malumnəsib məktəbində olan direktor Niyaz müəllim artıq bir nömrəli məktəbin direktoruydu. Deməli, oradan mən bir yad adama rast gəlmədim. Hamısı elə bil mənim doğmalarımdır. Gələn kimi qayğı ilə əhatə olundum və məni ciddi nəzarətdə saxladılar. Deməli, mən həmişə məndən soruşanda deyirəm ki, məni müəllim eləyən, məni dərsə müdir eləyən, məni direktor eləyən, məni ümumiyyətlə ictimaiyyətdə tanıtdıran ancaq və ancaq bir nömrəli məktəbin o zamanki kollektivi olub. Şövkət müəllim vardı, riyaziyyat müəllimi idi. O məni tez-tez dərsinə aparırdı. Həmzə müəllimi vardı. Allah rəhmət eləsin onlara. Məni öz dərsinə aparırdı. Və həm də Mürsəl müəllim
coğrafiya müəllimimiz 2 nömrəli məktəbə və dəmir yol məktəbinin uşaqlarına tapşırırdı ki, aparın ona misal həll etdirin. Şövkət müəllimin də mənim üzərimdə çox böyük əmək olub. Deməli, hər işimə yarıydı. Deməli, mən girirdim sinifə dərs deməyə, o dərsi dinləyirdim. Bir dəfə bana dedi ki, səndən nəsə yaman acığım tutub sana. Dedim ki, niyə Şövkət müəllim, nəyə görə? Dedi ki, biz pambığa gedəndə sən orada mən həll elədiyim misalları aldın, baxdın və mən sana dedim bu misalları ali məktəbə kontrol işləyirdilər o zaman qiyabiçilər üçün. Dedim ki, bəli işləyə bilərəm. Verdim, bir həftəyə gətirdim. Amma o günləri saat 2-yə işləyirdim, mən sənin yaşadığın evin qabağından keçəndə sənin işığın sönmüşdü. Əgər müəllim, gənc müəllimin işığı saat 1-də sönübsə, deməli o müəllimliyi eləyə bilməz. Dedim, Şövkət müəllim, siz yəqin müəllimlər otağına baxmamışsınız. Dedi, necə? Dedim, mən müəllimlər otağında işləyirdim. Sonra elə oldu ki, məni daha ictimai işlərə daha da cəlb elədilər. Məni məhkəmənin üzvü seçdilər. Alim məhkəmənin, hətta ali məhkəmənin üzvü oldum. Onlar da mənim dünya görüşümü artırdı. Məhkəmədə dinləyirdin, haqqı, haqsızlığı duyurdun, bilirdin. Orada olan hadisələri, prosesləri təhlil edirdin. Orada istər-istəməz o sənin rəhbərliyinə təsir göstərirdi. Sonra Xruşov devrində belə bir hadisə yarandı ki, bütün rayonlar iriləşdirildi, böyüdü. O zaman Mərkəzi Komitənin yerlərdə, Mərkəzi Komitənin partiya təşkilat katibləri yarandı. Yenə də məndə həmişə ictimai işlər oldu. Məni ictimai əsaslar üzrə Mərkəzi Komitənin ştatdan kənar təlimatçısı təyin elədilər. O da mənə müsbət təsir elədi. Deməli, şəhər partiya komitəsi, deyək ki, müəyyən adamlar görür ki, ictimai işlər olanda və yaxud da bir yerə müxbirlə getmək lazım olanda məni göndərirdilər. Onlar hamısı mənim həm dünya görüşümə, həm bütün işimə köməklik göstərir. Burada bir ciddi məsələ də var ki, istəyir dərsə müdirliyi devrində, istəyir direktorluğun devrində, həmişə müəllimliyimi onlardan üstün tutmuşam. İnsan əgər həyatında, yaşadığı mühitində, ailəsində, yəni hər tərəfli rejimlə, məsuliyyətlə yaşayırsa, onun işinə də istər-istəməz dəlalət edir. Yəni işində məsuliyyətli adamlar deməli evində o cürdür ki, o işində də özünü göstərməlidir. Yəni onun işindəki mənim işimə, yəni pedaqoji işimdə, yəni qəsmən öyrəndiyim olardı ki, yəni ki, onlar mənə yəni işə ciddi münasibət. Yəni onda gecikmək deyirəm də, yəni onda qəti o söhbət ola bilməz ki, yəni gecikmək söhbət ola bilməz. Yəni işə ciddi münasibət, işinə tələb, öz peşəsinə yaradıcı münasibət. Yəni o həqiqətən də həmişə öyrənir. Bu insan, yəni bəzən adam da deyir ki, da artıq bu hər şeyi bilir də. Yəni bilirsiniz necədir? Həm də Qiyas müəllimdə mən bunu müşahidə eləmişəm ki,
yəni universal bilikli bir insan kimi də, yəni belə ensiklopedik biliyə malik olur. Yəni o mənimlə danışanda mən elə başa düşürəm ki, elə doğrudan da Qiyas müəllim heç unuduram ki, o fizika riyaziyyat müəllimi yox, elə ədəbiyyat müəllimidir. Yəni onu elə qavrayıram. Çünki mənlə o qədər həyatəli, çox şaxəli, yəni söhbətlər aparır ki, yəni doğrudan da elə bilirəm ki, mən elə universitetdə mənə dərs deyən ədəbiyyatşünasların hansı nəsə söhbət edirəm. Yəni o cür mənə suallar verir, yəni o məndən nəyisə soruşanda, yəni hardasa mənisə yəni sövq edir ki, mən nəyisə bir axtarım, nəyisə tapım. Həm öyrənirəm, həm də bu mənim özümün də formalaşmama təbii ki, çox müsbət təsir edir. Üç oğlum var, bir kızım. Onların 4'ü də ali təhsillidirlər. Gəlinlərim də, 3'ü də ali təhsilli müəllimlərdir. Deməli, biz evdə pedaqoji şura yarada bilərik. Pedaqoji sovet yarada bilərik ki, biz bu ailədə. Yəni, bizim bu ailədə axşamlar gəlib diqqətlə qulaq asan olsa, ya bir sözün üstündə cəhli gedir, cəhli yəni o mənada. Yəni lazım olan kimi lüğət kitablarını yığmışam, hamıda bütün, həm ərəbcədə, farsçada, rusca, özümüzün izahlı lüğətimizdə oradan açıb baxırıq. Yəni bütün ailədə mənim bir işim var ki, hamının təhsil olmalıdır, hamı dünya görüşlü olmalıdır. Çünki kitab oxuyan, mütaliə ilə məşğul olan adamın ayrı işi qalmır. Elə bil biz Quranı da indi son zamanda tərcüməsini oxuyuruq, falan elə. Biz yəni bütün ömrümüzü, bütün ailəlikcə bağlamışıq kitaba, dəftərə. O isə bizi kənar qeybətlərdən, kənar işdən bizim bu ailəni xilas edir.